və ehtiyaclarınız arasındakı balansı necə qoruyursunuz? Ümumiyyətlə qoruya bilirsiniz? Yəni onu bəzən qoruya bilirəm, bəzən yox, amma yəni elə olur ki, çox vaxt qoruya bilirəm, amma belə qoruyamayanda da bir tər vəziyyətdən çıxıram. Düşünürəm ki, yəni 50-50-yə, necə deyim, yəni nə tam qoruya bilirəm, nə də tam qorumaya, necə deyim, yəni nə qoruya bilirəm, nə də qorumaya da. Yəni nə çox insan məncə belədir də. Yəni nə istəyirsə, avtomatik onu ehtiyacdan fərqli olaraq istəyini yerinə yetirir deyə düşünürəm. Tam yox. Özümün nəfsimi saxlaya bilirəm də. Yəni çox da vacib deyilsə almıram da. Yəni olmasa da olar, olsa da olar da. Yəni belə. Bəli, əlbəttə ki, qoruya bilirəm. Yəni düzdür, istək və ehtiyac, yəni insan ehtiyacına daha çox önəm verməlidir. Çünki buna ehtiyacın varsa, yəni artıq istəyi bir kənara qoyursan və ehtiyacına diqqət yönəldirsən ki, onu alasan, çünki o sənə gələcəkdə lazım olacaq. Bəli, mən qoruya bilirəm, çünki bu günün sabahı da var. Ona görə ehtiyatımı əvvəldən götürməyə bacarıram. Tələbə olaraq istəklərimiz odur ki, dərslərimizə yaxşı hazırlaşaq və bunu da ehtiyac olaraq qəbul edirik və hardasa balansı qoruya bilirik. Çox lazımsız şeyləri pul xərcləməyi düşünmürəm. Yəni istədiklərimi alıram. İstəmədiklərimdə ki, gələn həftələrdə falan. Ehtiyac və istək çox ayrı bir yerə sahəyə daxildir. Ayrıca Aristotelin Dövlət kitabında belə buna yer verilir.